Sabahınız xeyir olsun. Siz günün hansı saatini izləyirsinizsə, o vaxtınız xeyir olsun. Səhər tezdən oyanmışıq. Yaxşı, sən də çəkin. Səhər tezdən oyanmışıq. Biz bir yerdə səhər yeməyinə gedirik. Amma əvvəlcə bulvarda yemək istəyirik. Kamran rəsmi olaraq artıq məzuniyyətdədir. Buna çox sevinirəm. Çünki nəhayət iş stresindən ikimiz də azad olduq. Yəni Kamran iş stresindən azad olmağı, mənim iş stresimdən azad olmağım deməkdir. Nəysə, sözü uzatmıram. Bulvarda videonu təkrar başladacağım. Balaca bir dəyişiklik. Bulvara yox, birinci Raviraya gedəsi olmuşuq. Mənim xəbərim yoxmuş, ya da xəbərim varmış, unutmuşam. Nəysə, birinci gedirik. Targovda bir məkan var. Kamran oranı çox tərifləyir səhər yeməklərini. Hə? Ağır cinayətlər məhkəməsində. Hə, Ağır Cinayətlər Məhkəməsinin üzbəüz Ravira adında çox münasib qiymətli bir yer var imiş. Səhər yeməyi, amma bildiyiniz yumurta, pomidor falan yox, sendviç, nə bilim, bişintilər və s. olan bir məkandır və Kamran çox təriflirdi. Ora gedirik. Oradan sonra bulvara, yəni Ravirada təkrar başlayacağım. Baba nədir? Bildiyin şalqam. Orta isə belədir. Firuzəyi rənglərdə ən sevdiyim masa təxminən 3 dənə görürəm. Şirin kozi bir yerdir. Biz sifarişlərimizi verdik. İkinci mərtəbədə varmış, Kamran deyir. Biz sifarişlərimizi verdik. Gəlsin, onları da göstərəcəm. Kəsmili soti paxlavası, qoğal, olmazsa olmaz şor və çudur. Bizim gözüm işləyir. Saç paxlavasının dadına baxmışam. İndi təzdən yeyirəm. Çox yumuşaqdır. Normal qozlu soçi mən bəyənmirəm. Bu çox dadlıdır. Qozu soçu qurudu. Qurudu və mən boğazım cızır. Ağzımın dadı var bir şey. İsti-istidir, çox qəşəngdir. Bəyəndim. Amma yenə də Nuşun qoğalına çata bilməz. Nuşu bilmirəm, tanıyırsınız ya yox. Amma Instagramda yazsaz, deyən ki, möhtəşəmdir qoğalları. Çox münasibdir, ondan da əlavə qoğalları möhtəşəmdir. Dəhşət bir şeydir oranın qoğalları. İndi isə çudunu yoxlayırıq. Ortadan bölmüşük, bu arada yeməmişəm. Qəşəng qoxur. Ət qoxur. İçi də göyərti, ət, zirinç. Belədir. Bu arada göz haqqınızı hal eləyin, yaxşı. Yaxşıdır. Bəyəndim, hamısını bəyəndim. Və mərkəzdə bu qədər münasib qiymətli olmağı möhtəşəmdir. Bir yana 10% sevib saxlayarsan. Yəni, oturursan, sən gəl xidmət göstərir. Mən qəti isti çay içə bilmirəm. Yəni, hələ də soymayıb yeməmizi bitirək. Sonra da bulvara düşək. Yürüyüş eləyək. Çünki çoxdan bişinti yemirik, diyetdə olduğumuz üçün həmişə. Yürüyüş eləmək lazımdır. Əslində bulvarda 1 saata yaxın yürüyüş elədik, hətta oradan təzmin Almonda qayıtdıq. Amma bunların heç birisini çəkə bilmədim. Unutdum daha doğrusu. Çoxdandır tez-tez vlog çəkmirəm, bilirsiniz, ona görə unuduram. Almonddan çox maraqlı bir tort almışıq. Mamagilə gedirik. Mən hətta fikir verdim ki, biz bir ara New York'a girib bir şeylər almışdıq. Qapıdan girən kimi gözümə bu pomidor şorabaları dəydi. Bilmirəm, biz şoraba deyirik, bəs siz nə deyirsiniz? Əminəm orada mənim də payım var. Nəysə Almondda aldığımız bu tortu göstərmək istəyirəm. Qaymaqlı, vanilli və şokoladlı dondurma tortu. Bu yeni çıxıb. Əslində yeni çıxmayıb, aylardır. Sadəcə olaraq mən indi görürəm. İndi daha doğrusu görürəm. Son vaxtlar mən Almondun dondurmalarını çox sevdiyim üçün həmişə oradan gedib alıram. Bu dəfə də dedik ki, elə hamımız bir yerdəykən bunu yoxlayaq görək dadı necədir. Çünki mənim mamam özü çox gözəl tortlar hazırlayır. Ona görə də yeni bir tort çıxan kimi ona çox maraqlı gəlir və hər dəfə çalışıram ki, onlara gedəndə maraqlı tortlar alım ki, o da yoxlaya bilsin. Belə
Məndən olsa əslində püstəlini götürərdik. Sadəcə yoldaşım dedi ki, bəs püstəlini götürməyək, hamının ağız dadına uyğun deyil. Ən yaxşısı gəl standart olanı götürək. Biz də qaymaqlı vanilini götürdük. Səndə arasında şokolad pralini var imiş. Yəni ki, belə bir qat şokolad var, amma bildiyiniz dənə-dənə qırıntı şokolad yox, bildiyiniz əməli başda şokolad. Şokolad elə bir töküblər, sadəcə ona pralin deyirlər. Deməli, İndi içərisində göstərəcəm sizə. Baxın, mən, ailəm, hamımız dadını çox bəyəndik. Yəni bildiyiniz marojna yeyirsiniz, şokoladlı bir dondurma yeyirsiniz, sadəcə biraz biskvit var. Deməli, evə gəlib çıxdıq və gələn kimi gördük ki, bizim su sifarişimiz çatıb. Biz ilk dəfədir bu sudan sifariş eləmişik. 3 dənə bidon sifariş eləmişik və ilk sifarişdə belə plastik qabda gəlir. Çünki bizə hədiyyə olaraq elektron bir su pompası veriblər. Bizdə əvvəl qapının ağzına gördüyünüz bu qalın sulardan idi və saf sudan sifariş edirdik. Sadəcə saf su son vaxtlar sağ olsunlar biraz məsuliyyətsiz deyirlər. Məsələn, bir gün əvvəldən sifariş eləyirik və gecikdirirlər, ümumiyyətlə mesaj oxumurlar və s. ki, çox şirkətdə zaten bu problem olur. Beləliklə biz də şirkəti dəyişmək qərarı aldıq. Elə bunların reklamını gördük. Yoldaşım onsuz da çoxdandır su pompası almaq istəyirdi ki, daha rahat olsun. Başından sıxan pompa rahat deyil. Elə gördük bunlar su pompasını ilk sifarişdə hədiyyə eləyirlər. 3 dənə su sifariş eləyirsiniz və su pompası hədiyyə gəlir. Suyun biri də 3 manatdır. Beləliklə dedik ki, heç nə olmaz, yoxlayaq. Dadı pis olsa suyun maksimum gələn səfər başqa şirkətdən artıq götürərik. Biz düzü ilk dəfə sirabı yoxlamışdıq, onu çox bəyənmişdik, amma təəssüf ki, onlarda da biraz sifariş çox gec gəldiyi üçün bizə ən yaxşısı çox tanınmayan, amma suyunun dadı keyfiyyətli olan yeridir. Təsəvvür eləyin, bayaqdan o qədər başım qarışıqdır ki. Bəh. Ay, çox qəşəngdir. Tez gəlsəydi yeyərdik, inanırsınız. O qədər dadlı görünür ki, yəni mənim gözümdə, bilmirəm, bəlkə də siz deyəcəksiniz ki, əşi bu nə yeməkdir? Suali bayaqdan bu qədər tərifləyirsən, amma çox möhtəşəm görünür. Hələ göbələyimin təəssüf ki, sroku ötmüşdü. Yoxsa göbələkdə istifadə edəcəkdim. Ay, gəlsəydi dadına baxardım. Belə, gəlin sizə bu dəfəki tema bağlamalarımı göstərim. Mən hamısını çox bəyəndim. İstəyirəm ki, siz də görəsiniz. Yatağın qırışıqlığına fikir verməyin. Qırışır. Hər gün ütüləməyə düz vaxtım olmur. Nəysə, deməli, bunu artıq açıb baxıb, hətta Instagram üçün də bir reel çəkmişəm. Yaxşısı ştat video atırım, belə rahat olmayacaq. Biraz da əyək. Əla. Deməli belə, mavi bir dənə don sifariş eləmişəm. Şəklini bura yerləşdirirəm. Çox qəşəngdir. Qabaq hissəsi biraz belə büzməlidir. Qol yuxarı hissəsində, asılqan hissəsində belə muncuq detayı var. Arxa hissəsində belə düzdür, yəni arxası büzməli deyil. Daha sonra belə qatları var. Qatları da büzməli qatlardır. 2 dənə qatı var. Uzunluğu da qayət normaldır. Yəni mən həqiqətən bəyəndim. Materialı falan da çox sərindir. Bilsəm yayın əvvəllərində vurardım bunu. Gecikmişəm. Belə. Qol hissəsi də çox açıq deyil. Sinəsi də açıq deyil. Yəni ən azından məndə elə qalmır. Uzunluğu da dizdən sadəcə 2 barmaq yuxarı. Məncə çox yaxşıdır. Yaxşısı bunları belə tökməkdir. Daha sonra belə bilərziklər vurmuşam. Hansı ki bu indi dəbdə olan o böyük bilərziklərdəndir. 3 rəngidir. Rənglərə belə baxa bilərsiniz. Biləyə biraz çətin girir. Belə. Amma biləkdə duruşu qəşəngdir. Həm də indi dəbdədir də. Biz də dəbdə olan hər şeyi yoxlamalıyıq. Daha sonra belə bir bandana almışam. Başımda duruşunu qıraq hissədə Instagram'a çəkdiyim videodan göstərəcəm. Gəlib bunu da etiketini kəsim. Belə muncuq detaylar var. Çox qəşəng, çox şirindir, hörmədir. Daha sonra yenə də Instagram'a çəkdiyim videonu buraya əlavə edirəm. Başımda duruşunu görəcəksiniz. Bu da belə yenə də hörmə. Çox qəşəng. Aşağısında da belə mirvari detaylar olan bir papaq kimi bir şeydir, amma aksesuar da, saç aksesuarı. Bunu da bəyəndim. Bu da dəbdədir. Daha sonra belə saç rezinləri almışam. Hansı ki, qabaq hissəsində dəmirləri var. Məsələn, at quyruğu yığanda ya da aşağıdan bir topuz yığanda belə üstünə vurmağa məncə çox qəşəngdir. Biri belə dığır-dığırdır, biri enlidir. Biri də ki, 2 dənəli belə. Bunlar da hamısını yerinə qoyuram ki, çox da dağınıqlıq olmasın. Və aksarlarını davam eləyək.
bir dənə belə sırğa almışam, 2 dənə deyirəm. Bir dənə belə sırğa almışam. Çox qəşəngdir. İçərisi belə şəffaf, şüşə effektlidir. Qəhvəyi rəngdədir, tünd rəngdə. Düzdür, şəkildə biraz balaca görünürdü, amma məncə bu ölçüdə pis deyil. Elə bu ölçü olmağı daha da gözəldir. Əsl yayı xatırladır biraz. Qəşəng bir kombinlə çox yaxşı olar. 3 dənə xalxal almışam. Biri belədir. Belədir. Burada belə balaca mirvarisi də var. Bir də belə sırf mirvarilərdən xalxaldır. Hər üçü çox incə görünür. Ayaq biləyinə taxılır və çox bəyəndim. Son olaraq bir dənə də belə Temudan ayaqqabı sifariş eləmişəm. Bu da çox qəşəng ayaqqabıdır. Ayaqda demək olar ki, yox hissiyatı verir. Ayaqda duruşunda kənar hissədən göstərəcəm. Baxın. Belə setka kimidir. Həm ayağa hava keçirir, həm də içərisində yumuşaqdır. Amma dediyim kimi, yəni bu səhv eləmirəmsə 15 manat almışam, neçə almışam, onsuz üzərində qiymətləri yazacağam. Amma yəni ki, yox qiymət nədir? Yəni belə bir ayaqqabını buradan bilmirəm, tapmaq olar ya yox. Amma mütləq şəkildə ayaqqabı, paltar fərq eləməz. Onun mütləq bədən kılavuzunda ölçülərinizə baxın. Orada hər şey detallı şəkildə yazır, detallı şəkildə izah edib ki, siz səhv ölçü almayasınız. Bu qədər. Videonu da elə burada yekunlaşdırıram. Özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşmək üzrə. Hələlik.